günlər isə Kazım Murad, Murad, Vəfa və Ünayın gəlmişdi. Ünayın gəlməmişdi, yaxşı. Yaxşı olar, gəlin biz komandalarla tanış olaq. Komandanızın lideri kimdir deyək? Siz də Azərbaycan komandası yazmışsınız. Lideriniz? Liderimdən Valə. Komandamızın adı da Azərbaycan, laf yaxşı. Yaxşı, sizdə komandanın lideri kimdir? Liderimdən Südeyib. komandamızın adı isə Şuşa. Laf yaxşı, sizə uğurlar arzulayıram. Deyirəm, sizdə Südeyib'sin. Komandamızın adı Vətən, komandanın liderindən Rusif, laf yaxşı. Sizdə kimdir? Qarabağ komandası. Qarabağ komandası. Biraz ucadan deyil. Qarabağ komandasında lider mənim şəhərlə klubumuzun adı isə Qarabağ. Aha, laf yaxşı. Yaxşı, deməli bu günlərin indi biz məzmununa aid sualları verəcəyik indi. Məzmununa aid suallar verəcəyik. Həmin o sualları siz proyektor vasitəsilə görəcəksiniz və suallara siz cavab verəcəksiniz. Bundan əlavə uşaqlar, biz bildiyiniz kimi slaytlar hazırlamışıq, musiqilər hazırlamışıq, mühakimə xarakterli didaktik oyunlar hazırlamışıq. Kim tapar adı yenə bir oyun hazırlamışıq və bununla da dərsimizi daha maraqlı etməyə çalışacağıq. Yaxşı, məzmunla bağlı suallarımızı verək. Yaxşı. Hə, deyək görək, yaxşı uşaqlar, siz deyin görüm, tutu kim idi? Deyək, Səminədir? Qafqaz şəhərinin birində usta Zeynal adlı bir şərrac öz arvadı Şərəfsin ilə yaşayırdı. Onun Tutu adlı 6 yaşında bircə qızı var idi. Hamı onu Qaraca qız deyə çağırdığına görə onun əsl adı unudulmuş. Hamı bunu Qaraca qız ilə adlandırırlar. Bir gün zərbənin nəticəsində... Yaxşı. Uşaqlar, necə oldu ki, Qaraca qız Hüseynqulu ağanın evinə gedib şəsi oldu? Necə oldu ki, belə? Adidə görüm. Qaraca qızı Yasmən adlı bir qadın saxlanırdı. Yasmən öldükdən sonra o Yusuf'un ümidlə qaldı. Yusuf'u ayı parçaladıktan sonra Qaraca qız mağaraca gizləndi. Hüseynqulu ağa onlar ova çıxdıqda onların itləri Qaraca qızı tapdı. Yaxşı, bununla necə oldu? Sonra neylədi Hüseynqulu ağa? Kim deyəcəkdi? Görüm Kəmal. Hüseynqulu ağa Qaraca qızı öz evinə gətirdi ki, onun qızı adda qalır. Qaraca qızla oynasın və danışmasın. Yaxşı. Yaxşı uşaqlar. İndi siz mənə deyin görün. Bax, burada Qaraca qızla münasibət necə oldu? Hüseynqulu ağanın evində Qaraca qızla münasibət necə oldu? Sizə kim deyəcəklər? Görüm Şənarət. Hüseynqulu ağanın evinə gələrkən onun bizim qızı olan Adı xanımla oynuyurdu və bu zaman onun anası Fərcan xanım gələrək Qaraca qızın üstünə qışqırır və Qaraca qızı Hüseynqulu ağa kimi evində qalmağa izin verir. Aha, yaxşı. Beləliklə, deməli uşaqlar, biz onun sonraki tarihi, Qaraca qızın sonraki tarihi necə olur? Hara gedəsi olur? Evində pənah aparır, kiminlə yaşayası olur? Janidə görüm. Qaraca qız Piri babanın yanında yaşamalı olur. O Ağca xanımla Piri babanın yanında çox mehriban yaşamalı olur. Nə üçün məhz oraya gedəsi oldu? Hüseynqulu yoldaşı Pərcan xanım Qaraca qızı qəbul etmədiyinə görə Hüseynqulu ağa da onu Piri babanın yanında qalmağı əmr etdi. Yəni ki, Piri babanın yanında qalması oldu. Piri baba necə münasibət bəsləyirdi Qaraca qıza? Necə münasibət idi? Sadəcə görün. Piri baba Qaraca qıza çox yaxşı münasibət bəsləyirdi. Onu öz qızı, öz nəvəsi kimi sevirdi. Tək idi, ona da qaldı, daha da bir yerdə mehribanlaşdılar. Yaxşı, uşaqlar, biz onların dostluğu, Qaraca qız Ağca xanımla görüşə bilirdimi? Onların dostluğuna mane olan var idimi? Onlar görüşməyə imkanı var idimi? Südeyib? Qaraca qız ilə Ağca xanım bir-birləri ilə az-az görüşürdülər. Onların görüşünə Pəricahan xanım mane olurdu. O özünə sıxışdırmırdı ki, Nə deyib mane olurdu? o deyirdi ki, bir qaraçı qızı ilə mənim bəyzadələr qızım oynaya bilməz. Yəni kimin qızı idi? Kimin nəvəsi deyildi? Fərid? Deyirdi ki, mən icazə verə bilmərəm ki, Mehdi ağanın nəvəsi bir Qaraca qızı ilə oynasın. Yaxşı uşaqlar, biz o Ağcanın ilan vurduqdan sonra ona kömək edən oldu mu və kim idi? Cəhətdə görüm. Qaraca xanımın ilan vurduqdan sonra Qaraca qız gəlib ilanın zəhərini sorur və yerə tökür. Anası
istəyir, amma heç kim ona yaxın dayanmır. Qaraca qızın dişinin dibində zəhər qaldığına görə o zəhərlənir və vəziyyəti ağır həkim gəlir və vəziyyəti ağır olduğunu söylər. Çox sağ ol Cihad, əyləş. Necə çıxacaq? Çok güzel istedim. Sağ olun. Sağ ol, əyləş. Deyə bilərsiniz. Əsəri məzmunla bağlı olsun. Digər Məhəmməd. Təngərə, Tost tosta təngərə, tanınmasa təngərə. yaxşı. Cəhdi. Əsl dost danışırlar. Ay, söyləmə digər. Dostun yox, axtar taxtınıza qoyur. Aha, çox yaxşı. Siz bilmirsən heç bir atalar sözsən. Digər Madə. Dostsuz insan qanatsız quş gibidir. Aha, yaxşı. Digər Cüvana. Dostun qədrini dost. Dostun qədrini dost bilər. Şəlalə. İstərsən dostun olsun, Özün də dost ol. Bağıt ilə odun dostluğu olmaz. Bir də Bağıt ilə odun dostluğu olmaz. barıt ilə odun dostluğu olmaz. Aha, yaxşı. Digərisi deyim. Dost dosta arxadır. Arxadır. Yaxşı. Digəma. Doktorumda Boran da var. Boran olar, qar olar. Belə deyim. Digər bir. Ata dost kimi bax, düşmən kimi min. Aha, yaxşı. Digər Dostunu göstər, sən kim kim olduğunu. olduğunu deyil. Yaxşı, Allah, bax bu dediyiniz atalar sözlərinin içərisində əsərin məzmununa daha yaxın olanı hansıdır? Ləman? Dostluq dağını tanımır. Aha, başqa bu dedikləriniz içərisində daha yaxın varmı? Hansı ola bilər? Dostluq təngərə kitabımızı. Aha, daha yaxşı. Digəri dostda arxa olan. arxa olar. Yaxşı, bu deyilənlərin içərisində ən yaxşısı, ən tutarlısı, yəni bu əsərə müvafiq olan. Digəri Aha, əsl dost dar gündə tanınır. Uşaqlar, yəni burada siz gördünüz ki, əsərdə həqiqətən Qaraca qız Ağca xanımın əsl dostu idi ki, onun ən dar günündə, ən ölüm ayağında belə öz canını ona fəda verməkdən heç də çəkinmədi. Yaxşı. Beləliklə uşaqlar, sizlə deyək ki, Süleyman Sani Axundovun harda anadan olmuşu, yəni o slaytda veriləcəkdi, amma verilmədi. Haqqında danışacaqdıq deyək. Süleyman Sani Axundov Azərbaycan gözəl şəhərlərindən biri olan Şuşada bəy arasında Aha, adlanmışdır. yaxşı, Şuşa haqqında qısa bir məlumat verin mənə. Şuşa haqqında bir məlumat verin. Kim deyəcəkdir? Kim deyəcəkdir? Bir gün, yaxşı, sən de. Şuşa Qarabağın gözəl şəhərindən biridir. Şuşa 1992-ci il mayın 8-də işğal olmuşdur. Ermənilər tərəfindən işğal olmuşdur. Bəs sonra Səməxov Qaraca qız əsərinə görə filmdə məhz 1966-cı ildə Şuşada Aha, çəkilmişdir. deməli, həmin o film uşaqlar, yoldaşsız qeyd edib, bu məlumatı haradan götürmüşsən Şəlalə? Ay, çox sağ ol, lap yaxşı. Deməli, məlumat götürüb ki, yəni Qaraca qız filminin çəkilişi hamısı Şuşa şəhərində aparılmışdır. Deməli, siz sonra baxanda Şuşanın keçmişini, tarixini görmüş olacaqsınız. Yaxşı, bu məzmunla bağlı uşaqlar, siz komanda yoldaşlarınızı qiymətləndirin. Komandanın liderləri öz yoldaşları qiymətləndirsin. Lara, necə qiymətləndirərsin? Bax, məzmunu necə mənimsəyib uşaqlarınız? Sizdə daha yaxşı mənimsəyən kimdir? Burada daha yaxşı mənimsəyən Ləman çocuğu. Aha, Ləman yaxşıydı, Jale yaxşıydı, sonra Cihad lap yaxşı öyrənmişdi. Aha, bu uşaqların mənimsəməsi sənin xoşuna gəldi, demək. Sən özün necə öyrənmişdin? Sən özün də öyrənmişsən, yaxşı. Südeyb, sən də görün Şuşa komandası. Məncə burada Təbriz ilə Səbinə daha yaxşı Məzmuna görə onlara necə yazardın sən müəllim olsaydın? Məzmuna öyrəndiklərsə görə. Məncə 5 yazardın. Yaxşı, sonra sizdən kimə nə yazardınız? Komanda bir görün. Qarabağda mən öz daha yaxşı sarı cavab verdim. Ona görə onu 5